bizim bütün mütəxəssislər daimi Naxçıvana səfər edirlər. Burada olan problemlərin öyrənilməsi və eyni zamanda onun qarşısının alınması üçün tədbirlərin hazırlanması. Bizə tabeçiliyə keçməkdən az bir müddət keçir. Lakin biz görürük ki, Naxçıvanda istər su varmı ilə, istər içməli su ilə ciddi problemlər var. Bu həm obyektiv amillə asılıdır, həm də subyektiv amillə asılıdır. Obyektiv odur ki, bilirsiniz, quraqlıq keçir. Heç gözlənilməzdir ki, belə bir quraqlıq keçsin. Mən biraz müddət burada olmuşam, Ulu Öndər adına su anbarında olmuşam, Araz su anbarında olmuşam, oradakı vəziyyətləri də görmüşəm və indi agentlik vasitəsilə çalışılır ki, bunun qarşısının alınması üçün tədbirlər görülsün. Sədr müavini həmçinin bildirib ki, məsələyə yalnız qısa müddətli yox, strateji və davamlı yanaşma vacibdir. Naxçıvanda Bənəryar su anbarının qidalanması üçün yeni kanalın çəkilişi həyata keçirilir. Kanalın uzunluğu 7,7 kilometrdir, dəyəri 12,4 milyondur, ötürücülük qabiliyyətinin 3 kubdan 5 kuba artırılması nəzərdə tutulur. Əlincə çayı vasitəsindən. Bu da həmin o bugün baxdığımız o Bənəryarlı su anbarının qidalanması üçün çox böyük bir öz təsirini göstərəcək. Hazırda Bənənyar kəndində və ətraf ərazilərdə vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər davam etdirilir. Su ehtiyatlarının qorunması və gələcəkdə oxşar halların qarşısının alınması üçün həm texniki, həm də idarəetmə baxımından tədbirlər planlı şəkildə həyata keçirilir. İkinci bir layihəmiz Babək rayonunda həyata keçirilir. Mən bu rəqəmləri də sizə deyə bilərəm. Babək rayonunda bizim hal-hazırda Araz 1, Araz 2 nasos stansiyalarının yenidən qurulması və təzyiqli boru xəttinin çəkilməsidir. Uzunluğu boru xəttinin 16,4 kilometrdir, dəyəri 28 milyon manatdır. Metal boru vasitəsilə sunun ötürücü qabiliyyəti 1,4 kubdan 2,5 kub saniyə qaldırılması nəzərdə tutulur. Onu da qeyd edelim ki, Bənəryarlı 2026-cı ilin hardasa sentyabr-oktyabr aylarına təhvil verilməsi nəzərdə tutulur. Üçüncü bir layihəmiz bizim Arpaçay beton kanalının sağ və sol sahil yenidən qurulmasıdır. Uzunluğu 48,5 kilometrdir. Ehtimal dəyər 56 milyon manatdır. İndi tenderə çıxarılıb. Balıqların içməli su anbarlarına buraxılması düzgündürmü? O balıqların o içməli su hövzələrinə buraxılması mənim nöqteyi nəzərindən o buraxılmamalıdır. Çünki indiki oradakı vəziyyəti də biz gördük ki, orada o hansı ki tələf olan balıqlar var, orada qoxu, iyi, bunlar qeyd elədiyi bu layihələr, sizə bu layihələr Naxçıvanın gələcək su problemini kökündən həll edəcək? Yeni layihələrin həyata keçirilməsi, onun texniki iqtisadi əsaslandırılması və layihənin təsdiq olunması, ekspertizadan keçirilməsi və investisiya proqramı çərçivəsində həyata keçirilməsi hesab edirəm ki, Naxçıvanda vəziyyətin köklü sürətlə dəyişməsinə təsirini göstərəcək. İqlim dəyişiklikləri fonunda suyun strateji əhəmiyyət daşıdığı bir daha aydın görünür. Bu kontekstdə dayanıqlı idarə etmə, düzgün planlama və cəmiyyətin məsuliyyətli yanaşması gələcək üçün həlledici olacaq. Samik Nuriyev, Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.